Salam, bugün güvən nəşrlərinin 11-ci siniflər üçün olan sınaqlar toplusundan sınaq 2-nin izahına baxırıq. Birinci sualdan başlayaq. Hansı sözün yazışı səhvdir? Maestro doğrudur, pambıq doğrudur, nalbənd doğrudur, sabahki doğrudur. Leasing sözündə sonda q olmalıdır. Ona görə burada yazılış səhvdir. Suala baxdıq. Hansı sözdə saitin təsiri ilə kar samitin cinciltili samitin çevirmə hadisəsi baş verməmişdir? Sondan əvvələ doğru gedək. Tanıdıq sözünü biz şəkilçisiz yazsaq necə yazarıq? Tanıt. Düzdür. Deməli, burada ir şəkilçisini qəbul edib, t çevrilib olub d-ya. Deməli, kar samitin cinciltiliyə keçmə hadisəsi burada var. C variantına baxırıq. Et sözünü biz kənarda necə yazarıq? Et. T keçib saitli şəkilçi qəbul edib, t çevrilib d-ya. Deməli, burada da bu hadisə var. Get sözündə də eyni, azaldı sözündə də eyni. Amma yedirir sözündə sözün kökü nədir? Yedi. Yeməkdən yedirmək. Burada dırdirdə heç bir dəyişiklik olmamışdır. Ona görə 2 olar A variantı. Üçüncü, hansı fikir H, M, L, N, F samitləri üçün ortaq cəhət kimi saymaq mümkün deyil? Yenə sondan əvvələ doğru gedək. Ağız boşluğunda maneəli tələffüz olunan səslərdir. Əlbəttə, biz demişik ki, samitlər ağız boşluğunda maneə ilə tələffüz olunan səslərdir. Ona görə Y doğrudur. Bir sözün tərkibində hamısı işlənə bilər. Bəli, işlənə bilər. Məsələn, nümunə desək, Həlimənindir. Məsələn, kitablar Həlimənindir. İşlənə bilər, düzdür. Ona görə bu da getdi. Sözlərin istənilən yerində işlənə bilərlər. Bəli, burada elə bir qadağamız yoxdur ki, işlənməsin. C də doğrudur. Qarşılığı olmayan samitlərdir. Bəli, bunların L, M, N, R cinciltilidir. Kar qarşılığı yoxdur. H-nın isə karda cinciltili qarşılığı yoxdur. Bu da oxşardır. Yəni, ortaq götürə bilərik. Sonu eyni qoşa samitlə bitən tək hecalı sözlərin tərkibində qoşa samit kimi işlənə bilirlər. Bunu ortaq cəhət kimi götürə bilmirik. Məsələn, burada bəziləri tutaq ki, bəzisinə aid söz taparıq, amma bəzisinə aid söz tapa bilmərik. Dördüncüsünə baxırıq. Tələffüz şəkli verilmiş hansı sözün yazılışında qapalı sait iştirak edir? Baxaq, yazılışa baxasıyıq əvvəlcə. Gəlin C-yə baxaq. Həcm sözündə i olmuş. Ona görə C getdi. Çünki bizdə istəyir ki, yazılışda qapalı sait olsun. Nəniyə olacaq? Nənəyə. Nənəyə. Deməli, burada da qapalı saitimiz yoxdur. Ölkəyə olacaq? Ölkəyə. Burada da yoxdur. Dövrdə, yazılışda ü yoxdur. Bu da getdi. Qaynanada amma burada ı olmalıdır. Qayın ana şəklində yazılır. Ona görə də 4 olur A variantı. Fikirlərdən biri aşağıdakı sözlərin heç birinin təhinə aid deyil. Yəni, bu aşağıdakı sadallanan variantların heç biri bu sözlərin birinə də aid olmalı deyil. Ahəng qanununa tabedir. Yüngüllük tabedir. Şəhərli tabedir. Ona görə getdi. Yalnız dodaqlanan saitlər işlənmişdir. Yüngüllük sözündə yalnız dodaqlanan saitlər işlənir. Düzdürmü? Ona görə getdi. Deyilişi yazılışı arasında 2 fərqli məqam var. Baxın. Yüngüllükdə burada bir dənə yığışdırıq. Oradan olduğu kimi qalır. Şəhərlidə l keçir r-ya. Münasibətdə a uzun tələffüz olunur. Münasibət. Satqınlıq. Burada da 2. Deməli, burada nə oldu? 2 fərqli məqamlı olan sözümüz var. 2 gedir buna. Ona görə C getdi. Bütün samitlərin qarşılığı var. Gəlin baxaq. Bütün samitlərin qarşılığı var. Burada n var, yoxdur. Burada r var, yoxdur. Burada yenə n var. M var, n var. H var, r var. Deməli, bu heç birinin təhilinə ortaq deyil. Heç birinə də aid deyil. Samit qoşalığı var, var. Satqınlıqda, yüngüllükdə, şəhərlidə samit qoşalığı var, digərlərində də. 6-ya baxdıq. Hansı bənddəki xüsusiyyətlərə 2 sait uyğun gəlir? Gəlin baxaq. Açıq, dodaqlanan, incə. Deməli, dodaqlanan olmalıdır, açıq olmalıdır, incə olmalıdır. Bura gedər Ö. Qalın, dodaqlanmayan, açıq. Deməli, nə olmalıdır? Bura gedər A. Dodaqlanmayan, incə, qapalı. Deməli, dodaqlanmasın, incə olsun və qapalı olsun. İ. İncə, dodaqlanmayan, açıq. Deməli, incə olmalıdır, dodaqlanmayan olmalıdır. Nə gedər bura? E gedər, Ə gedər, düzdür. İncə, dodaqlanan qapalı. Burada gedər Ü.
Deməli, 2 sayt uyğun gələn variantımız hansı oldu? D variantı oldu. 7-yə baxırıq. Şeirdə aşağıdakılardan hansına aid nümunə yoxdur? Baxaq. Ahəng qanunun pozulması. Gəlin baxaq görək, varmı? Bax, daima sözündə var. Deməli, nümunə var buna aid. Səs uzanması, daima. Elə burada da varmı? Var. Səs uzanması da var. Getdi. Səs düşümü hadisəsi, səs artımı, səs dəyişimi. Gözəl mələk. Bax, mələk. Səs dəyişimi oldu mu? Oldu. Gecələr daima. Baxın, burada y əlavə olunurmu? Olur. Səs artımı var. Səs düşümü hadisəsi yəqin ki, olmayacaq. Yenə də baxaq. Səmaya baxaq. Qəmərdən, ah o soluq çöhrədən səni sorarım. Onun ziya-i rəqiqi ilə həp uçar qalxar. Anar bulur səni dillər, kədərli duyğularım, kəsik təranələrim, həp zəhərli qayğularım. Deməli, səs düşümü hadisəsi burada yoxdur. Təranə sözündə, məsələn, səs uzanması var. Deməli, B variantı doğru variantımızdır. Q hərfinin ifadə etdiyi səslərdən biri səhv edilmişdir. Asan sualdır. Sözlərdən birinin yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var. Gəlin baxaq. Burada olacaq ustalıq, usta, əvvəlcə baxaq, usta. Gəlin yazmayaq. İşarə eləyək ki, neçə dənə. Bax, ustalıq, nan. Biz bilməliyik ki, lalə nandan kimi tələffüz olunur. Deməli, 1, 2, 3, 4. Burada 4 fərqli məqam var. Getdi. Stasionar. Burada y əlavə olunacaq və a kimi təhsil olunacaq. Deməli, burada 3 fərqli məqam olmadı. Ləzzətlə. Burada 2 fərqli məqam var. Getdi. Sənətkarlıqla 4 dənə olacaq burada da. Zəhimlə, deməli zəhimlə burada olacaq i əlavə olunmalıdır. Bura lalə də nandən kimi tələffüz olunduğuna görə 3 fərqli məqam yaranmış olacaq. 9 olub B variantı. Hansı sözdə o səsi yoxdur? Deməli o səsi yoxdur, tələffüz bizə lazımdır. Sinonim var, tələffüzdə o var. Amonim var. Protokol sonda qalır, var. Mifologiya loda qalır, var. Kondisioner burada olmur. Çünki tələffüz necə olacaq? Kondisioner belə olacaq. Deməli, ona görə də 10-cu sual doğru cavabı olur B variantı. Xəyanətkar oğul. Gəlin oxuyaq. İnkvizisiya dövründə mütərəqqi insanlar dinin ehkamlarına zidd təbliğata görə müxtəlif işgəncələrə məruz qoyulur, diri-diri tonqallarda yandırılırdılar. Bir qadını da cadugərlikdə ittiham edib tonqalda yandırmağa hazırlaşırlar. Lakin o dövrün qanunlarına görə hamı onun cadugər olduğunu təsdiq etməli idi. Tonqalın ətrafına toplaşan böyük izdiham qadına cadugər deyə qışqırırdı. Deməli, fikir verin. Burada deyir ki, o dövrün qanununa görə hamı onun cadugər olduğunu təsdiq etməli idi. Tonqalın ətrafına toplaşan böyük izdiham qadına cadugər deyə qışqırırdı. Qışqırmayan yeganə adam qadının öz oğlu idi. Birdən kimsə bərkdən bağırdı. Oğlunu da yandırın. Cadugərin oğlu da özü kimi şeytan olacaq. Onsuz da əziyyət içində olan ananın başından sanki bir qaynar qazan su döydülər. Oğlunun həyatını xilas etmək məqsədi ilə tələm-tələsik düşünmədən qışqırdı. O mənim oğlum deyil. Deməli, ana burada oğlunu xilas etmək məqsədi ilə çığırır ki, o mənim oğlum deyil. Oğul da can qorxusu ilə başqaları kimi anasına cadugər, cadugər deyib qışqırmağa başladı ki, yəni onun oğlu olduğunu bilməsin oğul. Düzdür. Bu an qadının ayaqları altında tonqal alovlandı. Alov onun bədənini bürüyürdü. Lakin onun ürəyini ağrıdan bu deyildi. Günahsız qadın oğlunun necə dünyaya gəlməsini, onun ilk addımlarını, ilk dəfə ana dediyini yada salırdı. O izdihama qarışmış və onlardan fərqlənməyən doğma sifətə baxırdı. Gözlərindən axan yaş isə onun yanaqlarını alovun istisindən çox yandırırdı. Qəddar alov söndü. Külək onun yerində qalan gülü ətrafa səpələdi.
Burada yəqin ki, gülü yox, külüdür. Ətrafına toplaşmış insanlar dağılıb getdilər. Qadının meydanda tək qalan oğlu büzüşüb yumağa dönmüşdü. Onun nə gedəcəyi yeri var idi, nə də doğma bir adama. Birazdan onu meydandan qovdular. Oğlan başqa həyat axtarmağa yollandı. Lakin getdiyi hər bir yerdən qovulur, döyülür, söyülürdü. Nə qədər çox çətinliklərlə, acılarla rastlaşırdı. Bir o qədər də çox anasını, onun isti yumşaq əllərini, ürəyinə yaxın olan doğma səsini, göstərdiyi nəvazi və məhəbbəti yada salırdı. Tez-tez həyatın qəddar olduğundan və ondan ən qiymətli varlığını aldığından gileylənirdi. Lakin bu sözləri deyəndə onun daxilindən bir səs gəldi. Yox, sənin ən qiymətli varlığını həyat yox, sən özün almısan. Sənin öz həyatını qorumaq məqsədi ilə ondan imtina etdin. Əgər mən nöqtələr anam xilas olardı. Yəni burada məntiqən yazmaq olar ki, əgər mən orada yəni onun oğlu olduğumu danmasaydım, anam xilas olardı. Yəni ona cadugər deyib çığırmasaydım, anam xilas olardı. Yəni ən azından orada deyir ki, hamı bunu təsdiqləməli idi. Heç olmasa bir nəfər belə onun cadugər olmadığını bildirsəydi, anası xilas ola bilərdi. Bunu belə tamamlaya bilərik. Oğul vicdan əzabı və peşmanlıq hissi ilə yaşamağa başladı. Bir müddət keçdi. İnsanlar qadın haqqında yanlış qərar verdiklərini anlamağa başladılar. Onların məhkəməyə bu barədə müraciətindən sonra qadının günahsızlığı sübut olundu. Onun təmiz adı qaytarıldı. Oğlu isə hər zaman hər yerdən qovulurdu və hörmətsiz rəftarla üzləşirdi. Heç vaxt rahat həyat sürə bilmirdi, heç rahat da ölə bilmədi. Öz xilasınıza görə məhəbbətdən imtina etməyin, kim öz xilasına görə təmənnasız sevgidən imtina etsə, təmiz addan və insanların məhəbbətindən məhrum olur. Belə. Baxaq 11-ci suala. Mətndə onun üslubuna aid olmayan cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin. Deməli, burada mətnin üslubuna aid olmayan cümlələr bu hissədə cümlələri aid edə bilərik. İnkvizisiya dövründə mütərəqqi insanlar dini ehkamlarına zidd təbliğata görə müxtəlif işgəncələrə məruz qoyulurlar, diri-diri tonqallarda yandırılırlar. Nə zaman və niyə suallarına cavab var. Bax, bu doğru fikirdir. İnkvizisiya dövründə, yəni burada təsdiqləyir. Bir ona görə doğrudur, bir olanları sıfıra. Mətnin məzmunu ilə əlaqəsi yoxdur. Yanlışdır. Mətnin məzmunu ilə əlaqəsi var. Sadəcə üslubu ilə əlaqəsi yoxdur. 2 yanlışdır. Milli elmi təfəkkürün ifadəsidir. Xeyr, bunu da səhv götürürük. Mətnin əsas hissəsində yer verilib. Əsas hissəsi deyil, axı, bu giriş hissədə verilib, düzdürmü? Ona görə burada mətnin əsas hissəsində yox, giriş hissəsində 4 yanlış fikirdir, 4-ü götürürəm. Fikir anlaşılıqlı, aydın dillə ifadə olunur. Bu doğru fikirdir. Deməli, bizim doğru variantımız olur A variantı. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin qarşılığı nömrələnmiş hansı cümlələrdə işlənmişdir? Gəlin baxaq. Əvvəl qara işarələnmiş sözlə işgəncə. Baxaq, lakin o dövrün qanunlarına görə hamı onun cadugər olduğunu təsdiq etməli idi. Burada yoxdur. Düzdür. Burada həmin sözün mənasını görmürük. Onsuz da əziyyət içində olan ananın başına sanki bir qaynar qazan su tökülə. Bax, əziyyət içində olmaq, işgəncəyə məruz olmaq deməkdir. Baxırıq sonra 3-cü cümlə axtaraq. Oğul vicdan əzabı və peşmanlıq hissə yaşamağa başladı. Vicdan əzabı özdə işgəncə mənasına gəlib çıxa bilər. Yəni işgəncə kimi bir şey idi onun üçün. Üçü də götürə bilərik. Oğul isə hər zaman hər yerdən qovulurdu, hörmətsiz rəftarla üzləşirdi. Burada isə yoxdur. Deməli, düzgün cavabımız nə olar? 2 ilə 3 B variantı. Cədvəldəki doğru fikirləri müəyyən edin. Mətnə görə təqdir edilə bilər. Ananın oğlunun həyatını xilas etməsi. Bəli, bu təqdir oluna biləcək bir hadisədir. İnsanların oğlanın günahından keçməsi. İnsanların oğlanın günahından keçmək deyəndə heç oğlanı saymırdılar. Oğlan hər kəsə döyülürdü, söylürdü. Burada yəni belə bir mövzuya rast gəlmirik. 2 olanları çıxdı. Mətnə görə tənqid edilə bilər. Ananın cadugarlıqla məşğul olması. Burada biz onun məşğul olduğunu görmürük axı. Ona görə deyə bilmərik ki, belə bir şey var orada. Orada sadəcə insanların düşüncəsi idi və biz orada konkret olaraq ananın cadugərliyi ilə məşğul olduğunu görə bilmirik. Ona görə 3-ü götürə bilmirik. Məsələni araşdırmadan qərar vermək, bəli, bu tənqid oluna bilər. Çünki qadın öldürüləndən, yəni yandırılandan sonra üzə çıxır ki, bu günahsızdır. Ona görə bu, deməli, məsələni araşdırmadan qərar verilmiş bir şeydir. Burada olar C variantı. Başlıqlara görə hadisələrin ardıcıllığını müəyyən edin. Deməli, üzüdönük övlad, keçmiş bəraət,
həyati tövsiyə, daxili çəkişmə, ana həsrəti. Gəlin oxuduğumuza görə ardıcılığı yığaq. Birinci hissədə nədən söhbət gedirdi? Üzü dönük övladdan, düzdürmü? Üzü dönür, yəni anasının onun anası olduğu bilinməsin deyənə cadugar deyib çığırır. Deməli, biz bura biri yaza bilərik. Birlə başlayanları saxlayaq, qalanları çıxır. Daha sonra gələr nə? Daha sonra gələr ananın həsrəti. Çünki orada ananın yandırılan zaman ana yadına düşür övladının gəzməyi, yeriməyi. Baxın, bu hissədə idi. İlk dəfə necə ana demək. Və bu hissəyə cadugar deyib qışır. Burada üzü dönük övlad. Biri bura yaza bilərik. Sonra ananın həsrətləri. Düzdür? Ananın həsrətləri deyəndə biz bura nəyə yazacağıq? 5-i. 5-dən sonra variantımız üzə çıxır, amma yenə də sırayla gedək. Bundan sonra gəlir nə? 4. Daxili çəkişmələr baş verməsi. Burada daxili çəkişmə deyəndə uşağın içində gedən daxili çəkişmələrdir. Bax, burada onun daxilindən bir səs gəldi. Bu olur daxili çəkişmə. Arda isə gələcək gecikmiş bəraət. Bax, bir müddət keçdi, anladılar və günahsızlığı sübut olundu. Bura gələcək uyğun olacaq gecikmiş bəraət ikinci hissə. Sonda isə bu hissə həyati tövsiyə olacaq. Burada da nə qaldı? Rəqəmlərdən 3 qaldı. Deməli, doğru cavabımız nə oldu? D variantı. Mətndən götürülmüş cümlələrlə bağlı uyğunluğu müəyyən edin. Bunu belə eləyək, kiçildək biraz ki, cavabı tapmaq bizə rahat olsun. Biraz da kiçildək. Deməli, baxaq. Müəyyən bir fikir və hissi daha təsirli göstərmək üçün bir-birinə zidd olan həyat lövhələri yanaşı verilmişdi. Baxın, burada görək hansında olar. Gözlərindən axan yaş isə onun yanaqlarını alovun istisindən çox yandırırdı. Burada belə bir şey görmürük. Onların məhkəməyə bu barədə müraciətindən sonra qadının günahsızlığı sübut olundu, onun təmiz adı qaytarıldı. Burada bir-birinə zidd olan həyat lövhəsi yoxdur. Onun nə gedəcəyi yeri var idi, nə doğma bir adamı, nə qədər çox çətinliklərlə, acılarla rastlaşılır, bir o qədər də anasını, onun isti yumuşaq əllərini, ürəyinin yaxın olan doğma səsini, göstərdiyi nəvazişi və məhəbbəti yada salır. Baxın, burada bir-birinə zidd olan iki hadisə var. Yəni, nə qədər acı çəksə də, həmin hadisələri, baxın, bura qədər bir hadisədir. Ondan sonrası digər bir-birinə zidd olan hadisələrdir. Birə deməli, yaza bilərəm mən nəyi? D variantı yaza bilərəm. Baxıram sonra 2-yə. Cümlədə asanlıqla anlaşılan sözün və ya şəkilçinin buraxılması üsulundan istifadə olunmuşdur. Deməli, baxın, burada onun nə gedəcəyi yeri var idi, nə də doğma bir adamı var idi. Var idi, burada silinib. Ona görə 2 olar C variantı. Təsvir edilən hadisənin, vəziyyətin təsirini artırmaq üçün o qəsdən şişirdilmişdi. Gözlərindən axan yaş isə onun yanaqlarını alovun istisindən çox yandırırdı. Yəni, göz yaşı alovun istisindən çox yandıra bilərmi? Yox, yandıra bilməz. Burada qat-qat şişirdilmə var. Deməli, burada 3-ə gedər nə? A variantı. İfadəni gücləndirmək üçün əsas sözün əvvəlinə söz əlavə edilmişdi. Sonda da qalacaq əlbəttə ki, B. Onların məhkəməyə bu barədə müraciətindən sonra qadının günahsızlığı sübut olundu, onun təmiz adı qaytarıldı. Burada əsas sözün əvvəlinə, yəni günahsızlığı sübut olunmaq, onun təmiz adının qaytarılması deməli əlavə olunmuşdur. Burada olacaq B variantı. Birinci D, C, A, B. Burada da olacaq Y variantı. 16-ya baxırıq. Deməli, mətnə əsasən müəyyən edin. Euler-Venn diaqramı. Biz bura yaza bilərik ki, ana üçün. Mən yazmıram, şifahi olaraq deyirəm. Bura yazmaq olar ki, ananın övladını xilas etməsi, oğulun anasından üz döndərməsi,
Hər ikisi üçün oxşar cəhətdə deyə bilərik ki, hər ikisinin yalan danışması. Ana, oğlu sadəcə olaraq yalan danışmalarında fərq var idi də. Ana oğlunu xilas etmək üçün yalan danışır. Oğul isə anası onun anası olduğunu bilinməməsi üçün yalan danışır. Canının sağ qalması üçün yalan danışır. Düzdürmü? Deməli, bu hər ikisi üçün oxşar cəhət kimi yalan danışmalarını qeyd edə bilərik. Nöqtələrin yerinə məzmun nəzərə alıb uyğun fikri yazın. Nöqtə buradadır. Əgər mən, bunu bayaq qeyd elədim. Mətnlə bağlı cədvəli tamamlayın. Mətndən onun ideyasını əks etdirən cümlə. Deməli, mətnlə bağlı ideyasını əks etdirən cümləni və həmin cümlənin mətnlə əlaqələndirilməsi. Gəlin baxaq, onun ideyasını göstərən cümlə bu ola bilər. Məsələn, öz xilasına görə məhəbbətdən imtina etmək, kim öz xilasına görə təmənnasız sevgidən imtina etsə, təmizatdan və insanların məhəbbətindən də məhrum olar. Bunu biz mətnin ideyası ilə əks etdirən cümlə kimi götürə bilərik və həmin cümlənin mətnlə əlaqələndirilməsi, məsələn, belə eləmək olar bunu. Deməli, halda qalmışdıq. Mətndən onun ideyasını əks etdirən cümləni qeyd elədik və həmin cümlənin mətnlə əlaqələndirilməsi. Biz bunu burada necə edəcəyik? Deməli, biz bu fikrə əsasən mətndəki olan məzmunla əlaqələndirməliyik. Belə ki, məsələn, deyirik ki, öz xilasına görə məhəbbətdən imtina etməyin. Yəni, burada mətndə oğlan özünün sağ qalmağına görə anasının məhəbbətindən imtina etdi. Onun, yəni, oğlu olduğu bilinməsin deyə cadügər deyib qışqırmağa başladı. Kim ki, deyir, öz xilasına görə təmənnasız sevgidən imtina etsə, təmiz adam və insanların məhəbbətindən məhrum olar. Oğlan orada anasını cadügər deyib çığırır hamının içərisində. Yəni, özü yandırılmasın deyə. Və öz canını xilas eləyir, öz xilasına deyir görə. Amma anasının o təmənnasız sevgisindən imtina eləyir. Ancaq nə olur? İnsanların məhəbbətindən məhrum olur. Çünki deyir, hara getsə o döyülürdü, söyülürdü. Yəni, heç rahat da deyir, vicdanı deyir, rahat olmadı, heç rahat da ölə bilmədi. Bu fikri biz orada mətnlə əlaqələndirə bilərik. Mətndən verilmiş aforizmlərə uyğun situasiyalar yazın. Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Bu mətndə qadının yandırılmasının səbəbi deməyək də, qadının yandırılmasının əslində düşünülmədən olunmuş bir addım olduğu sonda çıxır. Yəni, qadının təmiz adı sonda qaytarılır. Düzdür. Buna görə biz bura yaza bilərik ki, qadının sonda günahsızlığının ortaya çıxarılması. Yəni, buna tip yazmaq olar. Daldan atılan daş topuğa dəyər. Burada yenə qadının, oğlan onu nə qədər anasının cadügərlikdə günahlandırdı. Düzdür, özünü necə deyirlər, cəzadan xilas elədi. Ancaq ki, sonda anası öldü və hər şey demək olar ki, istədiyi kimi getmədi. O elə bildi ki, həyatda qalacaq və hər şey yaxşı olacaq. Ancaq bu öz nəticəsini vermədi. Və ananın da yandırılması orada və sonda insanların ananın, yəni günahsızlığının ortaya çıxarılması bu situasiyanı, yəni bu aforizmi təsdiqləyəcək situasiyalardan biri ola bilər. Kütlə əvvəl ayağa qalxır, nə etdiyini sonra düşünür. Buna uyğun situasiyada yenə ananın günahsızlığının sonda yəni ortaya çıxması, onun təmiz adının qaytarılması göstərilə bilər. Mətnin məzmununa əsasən cədvəli doldurun. Səbəb, nəticə. Məzmuna əsasən səbəb, nəticə nə deyə bilərik? Səbəb deyə bilərik, məsələn, qeyd edə bilərik ki, qadının cadügər olduğu hamı tərəfindən təsdiqləndi. Nəticə, qadın yandırıldı. Və yaxud da qadının oğlu olduğunu kütlə göstərdi. Nəticə olaraq kütlə onun yandırılmağını istədi. Mətnin məzmununa əsasən desək, məsələn, səbəb, oğlan anasının onun anası olmadığı üçün, yəni bildirmək üçün cadügər deyib çığırdı. Nəticə, qadını yandırdılar. Yəni, bu kimi səbəb-nəticə cümlələri yazmaq mümkündür. Belə, bugünkü izahımız bu qədər. İnşallah gələn izahlarda 3-cü hissə ilə davam edərik.